Bəli. Maşının yürüyüşü çox vaxtı alıcının aldandığı ən böyük reallıq. Maşının yürüyüşü. Ümumiyyətlə, burada aldatmaq riskləri çox olur. Bunu necə edirlər? Bir avtomobildə onun aldanma ikinci əldən gedir söhbət. İkinci, üçüncü əllərdən gedir ki, söhbət. Ən çox da dizel olan avtomobillərdə bu cür müşahidəni yaşamaq olur ki, o maşınlarda alqı-satqı zamanı probeqin, yəni getmiş kilometrajın geriyə çəkilməsi baş verir. O da hardasa 50, 100, 150 min civarında da olmuş, şahid olmuşuq. Dəfələrlə də bizim sosial platforma üzərində bu cür çıxışlarımız, çəkilişlərimiz olubdur. Bunu dizel avtomobillərdə tapmaq avtodiagnostika vasitəsilə daha rahat olur. Bir neçə yerdən tapmaq olur onu. Sadəcə filtrdən olur, ABS sistemindən olur, avtomobilin öz mühərrikindən, daxili yanmadan yoxlamaq olur. Benzin avtomobillərində bir o qədər rahat olmur, amma ancaq onu siz professional olan ustalar və servizlər tərəfindən avtomobilin daxilində və xaricində olacaq xidmət necə baxılıbsa, o halında bilmək olar ki, bu avtomobil təxminən olaraq 100-150 min kilometr arası gedib və yaxud getməyib. Biz də seçəndə düzgün seçim edirik. Elə ARB televiziyasında yayınlanan Maqazin Plus verilişinin sponsoru olan Tural Avtoservis 023-ün rəhbəri Tural Usta ilə söhbət edirik. Tural Usta, Bəli. Qadın və kişi sürücülərimiz var. Sizcə hansı maşına daha yaxşı baxır, daha baxımlıdır, maşın daha az servisə gəlir? Xanımların xətrinə dəyməz yəqin ki, buradan. Elə sizin də avtomobiliniz var, bizim servisdə olub. Bəli. Bəylər, daha düzgün və doğru seçim, düzgün xidmət göstərən, avtomobilin üzərində deyim ki, sizə hər şey narahat olan bəylərdir. Belə deyim ki, sizə xanım yol gedəndə, avtomobildə hər hansısa bir səs gəlirsə, magnitofonun xodunu artırır ki, səs eşitməyir. Bəli, elə eləyirik. Həqiqətən elə eləyirik. Mən deyərdim ki, elədir. Biraz magnitofona, musiqiyə səs verirsiniz ki, səs eşidilməsin. Sonra bəylər, xanım bəylərinə müraciət edir, olmayan özləri getirirlər. Artıq əvvəlki kimi deyil, dövrdəki kimi deyil. Bugünkü gündə deyərəm ki, ölkənin 40%, bəlkə 50%-də bəlkə xanımlar təşkil edir sürücü olaraq, amma servizlərə 30-40%, mənim 60% kişi müştərilərimiz varsa, bəylərdirsə, 30-40% də xanımlardır. Ümumiyyətlə, bugün cəmiyyətimiz olaraq biz hansı növ maşına üstünlük veririk? Sedana, cip, yaxud crossover? Mən deyərdim ki, bugünkü gündə Azərbaycan yollarına uyğun olaraq, maşallah olsun, çiçəklənən Azərbaycanımızda bu maşınların üçü də qənaətə bəxşdir. Siz bu maşınların üçündən də tam şəkildə sürə bilərsiniz, idarə edə bilərsiniz. Və rayon tipli yerlər var ki, dağlarda rayon tipli yerlər var. Onlar ən çox tip olan hündür, altı hündür olan maşınlara üstünlük verirlər. Amma şəhərimizin mərkəzində, maşallah olsun, Bakı şəhərində elə bir səviyyədə avtomobillər var ki, yəni yolla avtomobilin arası 2 barmaq, 3 barmaqdır. Şüşə kimi yoldur, onlardan da sürürlər. Yəni Bakı şəhərində ürəyin istəyən ən bahalı maşına da rast gələ bilərsiniz. Azərbaycanda ürəyini istəyən orta təbəqədə maşınlara da rast gəlmək olur. Mən deyərdim, onlar zövqə uyğun olaraq bir seçimdir. Yəni, peşəkar kimi deyirsiniz, hər üçü uyğundur, hər üçün sürmək olar, hər üçün idarə etmək olar. Sadəcə olaraq zövqə. Qaldı sizin zövqünüzə. Çox sağ olun, çox gözəl açıqlamalar oldu. Dəvətiniz üçün təşəkkür edirəm. Mənim bir insanlıq borcumdur. Hər zaman sizin suallarınızı cavablandırmağa hazıram. Çox təşəkkür edirəm. Qeyd edeyim ki, bu günləri avtomobili olanlar, avtomobil almaq istəyənlər və bu haqda heç bir məlumatı olmayıb, sadəcə maariflənmək istəyənlər bu rubrikanı qaçırmasınlar. Bugün mənim qonağım Tural Avtoservis 023-ün rəhbəri, eləcə də avtomobillər üzrə ekspert Tural Ustaydı. Sağ olun, salamat qalın.